qədər də yaxşı məncə baxmaz. Həm də hava istidir. Gərək açıqda gəzələr, nə bilim, torpaq vannası qəbul edirlər. Torpaq vannası bildiyiniz kimi itlərlə, birələrlə mübarizədə yaxşı üsuldur. Bu da bizim bu toyuğumuz harca bir aydan çox yumurtalar dostlar. Kolluğumuza artıq yığmağa başlaya bilərik rahatlıqla. Borcumuz da gəlib ona kömək eləməyə. Borcumuz da toyuğun limonlar. Balaca limonlarımız var burada bizim. Salam dostlar, hər kəs xoş gördük bizim Toyuqlar kanalında. Bugün də yeni bir videoda yenidən qarşınızdayım. Maraqlı bir video paylaşacağım bugün sizlərlə. Görmüş olduğunuz kimi toyuqlarım ətrafımdadılar və birinci ilk öncə xolluqlarımıza baxaq və ördəyimiz artıq inkubasiya dövrünü yekunlaşdırıb onu da göstərəcəm sizə. Və burada bizim kürt düşən bir toyuğumuz daha var. İnşallah sizlərlə birgə onu da inkubasiya dövrünə yola salacağıq, belə deyək. Bu qara toyuğumuz kürt düşüb. İşığı yandırmadan biraz çətin ola görsənir. Toyuqlarım da yumurtalarını belə yavaş-yavaş bura qoyurlar. Hər folluqda yumurtalar var. Burada da bir yumurtamız var. Bilmirəm bu toyuğumuzun altında nə qədər yumurta var. Keçək bu biri hilimizə. Görək burada vəziyyət necədir. Bu folluqda 2 yumurtamız var. Bu servisimizin də altında bir yumurta var idi dostlar. Havalar da artıq çox istidir. Ona görə də biraz video çəkmək də çətindir, toyuqlarıma da çətindir. Ona görə də çalışdığım qədər toyuqlarımı daha çox su ilə təmin etməyə çalışıram. Burada görmüş olduğunuz kimi artıq 2 belə bir qab qoymuşam ki bura. Toyuqlarım daha çox suya ehtiyacı olur bu isti havalarda. Su ehtiyaclarını belə ödəsinlər. Və əlavə olaraq yerlərinə belə qum da səpmişəm. Dəniz qumu. Həm tərkibində o çaqqanaqlarla qidalanırlar. Kalsium ehtiyaclarını da belə ödəyirlər. Ən çox məncə burada bizim düzələrimiz var. Bunlar sizin üçün maraqlıdır. Bunları dostlar görürsünüz. Yumuşaqlar göz qabağındadır. Bunlar da yem istəyirlər. Səhvəşməyəmsə, yəqin ki, birazdan bunlara da yem verərik. Bunların da inkişafları, hər şeyləri yaxşıdır, rahat gedir, heç bir problemləri yoxdur. 12 düzəmiz var idi, 12'si də buradadır. Maşallah olsun, bir maşallahınıza var, və bölməsində qeyd etsəniz, əgər olar olsa. İndi keçək əsas məsələyə. Bu videonun sona qədər izləyin, başqa şeylər də göstər, başqa maraqlı görüntülər də görəcəksiniz bu videoda. Ördəyimizin yenə həmişə kimi ayağı bağlıdır, çünki digər ördəklərimizi vurur, ona görə səbəb odur. Bunların da yeri pisdir, sərindir, maşallah olsun. Çünki burada ağacımız var. Ağac onlara müəyyən sərinlik verir. Bu da bizim dostlar ördəyimizdir. Yanında da balaları. İş orasındakı balaları düzədir dostlar. Bu da dostlar bunun balaları. 12 yumurtadan cəmi 5 bala çıxardıb. Yaxından istəyirsiniz göstərim sizə. Amma bu balaları bu ördəyə əmanət etməyəcəm. Çünki ördəyimiz məncə yaxşı baxa bilməz bu cücələrə. Ona görə onları yəqin ki yerlərini dəyişəcəm. Yəqin tək baxacam bunlara. Analarından ayıracam bunları. Belə pis çıxmasın. Ördəyimiz indi öz balalarına nəvazişini göstərir, görürsünüz dostlar. Ördəyin biraz bu balalara baxmağa biraz çətin olar. Ona görə də istəyirəm ki, bayaq dediyim kimi yerlərini dəyişin. Ana ördəkdən bu balaları ayırın. Çünki bunlar toyuqdular. Ona görə ördək biraz onlara o qədər də yaxşı məncə baxmaz. Həm də hava istidir. Gərək açıqda gəzələr, nə bilim, müəyyən rütubət edə bilər onlara. Müəyyən problemlər ola bilər. Ona görə ən yaxşısı ördəkdən ayırmaqdır. Belə rahat özüm məncə baxaram. Ördəyimiz indi məni qorxuzmaq istəyir biraz. Gedək digər toyuğumuzu inşallah kürt yatıraq. Sonra gəlib bunları yanından götürərəm. Ya da ki, elə indi yığsam məncə daha yaxşı olar. Çünki yırtıcı quşlar ətrafda gəzir. Biraz problem ola bilər.
Toyuqlarım da bu qumdan istifadə edirlər. Dünən tökmüşəm bu qumu. Qumda eşələnirdilər, öz həvəslərini alırdılar. Torpaq vannası qəbul edirlər. Torpaq vannası bildiyiniz kimi bitlərlə, birələrlə mübarizədə yaxşı üsuldur. Yəni özlərini bir növ təmizləyirlər. Belə üsullardan istifadə edərək toyuqlarınızın bit-birədən uzaq durması üçün şərait yarada bilərsiniz. Qum olmasın, torpaq olsun. Toyuqlar onsuz da torpaqdır, digər samandır, eşələnməyi xoşlayırlar. İndi bizim bu toyuqlar da bu Serebris xorza bütün sürünü keçirdi belə. Bütün toyuqları yığıb ətrafına. Gələk dostlar, indi kürt toyuğumuzu bastıraq. Ondan sonra görək başımıza nələr gələcək. Siz isə kanala abunə deyilsinizsə abunə olun və fikirlərinizi rəy bölməsində qeyd edin. Burada bir toyuğumuzu da göstərmədim sizə. Onu da burada yatızdırmışam, yerini dəyişmişəm. Kürt yatızdırmışam onu burada. Bu da bizim bu toyuğumuz hazır bir aydan çox idi. Belə ətrafda gəzirdi. Gah yatırdı, gah yatmırdı. Sonunda şükürlər olsun ki, kürt düşdü və yatızdırdım onu orada. İndi də yumurtalarımızı gətirək. Sonra da toyuğumuzu apararıq kürt yatıracağım yerə. Yumurtaları da dostlar kolluğumuza artıq yığmağa başlaya bilərik rahatlıqla. Burada hazır yerimiz var. Keçən dəfədən yerimiz hazırdır burada elə. Dostlar 12 yumurta qoymaq fikirləşirəm toyuğumuzun yeni altına. Siz neçə yumurta qoyursunuz? Rəy bölməsində qeyd etsəniz əla olar. Bir də videonu bəyənin dostlar. Təşəkkürümü bildirirəm hər birinizə. Artıq 50.000 abunə olmuşuq. Keçək indi gedək toyuğumuzu gətirək. Bu arada ördəklərimizi də toyuqlarımızdan ayırmışam. Digər ördəklərimiz yanında deyil. Bunları tamamilə çölə çıxartmışam. Çünki digər ördəklərimiz də bunları vurdu. Toyuqlarımız da biraz bunlara qarşı qəddar davranır. Ona görə də təkcə belə ikisi həyətdə gəzirlər. Və burada da biraz yenilik eləmişəm. Görmüş olduğunuz kimi bu 5 balalı toyuğumuzu da çölə çıxartmışam. Bu qutunun içərisindən. Havalar isindiyindən onları məcbur qaldım ki, çölə çıxardım. Çünki qutunun içində onlara məncə isti idi. İndi isə gedək dostlar, o kürt toyuğumuzu da gətirək. Gedək gətirək tezliklə inkubasiya dövrünə kürt yatızdıraq. Bunlar da düzülüblər burada belə sırayla. Dostlar, kürt toyuğumuzu da götürdüm. Altında bir yumurta var idi. Biraz indi burada fokuslanmır qaranlıq olduğundan. Bu da bizim toyuğumuzdur, xorcumuzdur. Gəlib ona kömək eləməyə. Xorcumuz da toyuğun qoruyur. Üstümə hücum çəkmək istəyirdi. Amma sonradan nələrsə anladı. İndi gedək bu toyuğumuzu kürt yatıraq, bu qara toyuğumuzu. Görək inşallah necə olacaq. Dostlar, toyuğumuzu kürt yatırdıq. Burada da bizim pomidorlarımız var. Badımcan əkmişik. Bunları da istədim sizlərlə paylaşım. Hətta kartof əkmişdik. Kartofu artıq çıxartmağa başlamışıq. Artıq məhsul da alırıq. Kənd həyatının üstünlüklərindən biridir dostlar bu. Burada da bizim kartoflarımız var. Artıq müəyyən bir cərgəni çıxartmışıq. Hətta burada göstərim sizə bəzilərini bozoborunu deyirik biz. Bunu lapatka kesib yəqin ki. Bəzilərini isə həşəratlar yeyir dostlar. Xırdaları da var orada hətta. Burada bayağı birini görmüşdüm. Bunu müxtəlif ziyanvericilər var ki, yeyirlər. Burada da xırda belə zəhmətimizin bəhrəsi var, kartoflarımız var. Həqiqətən də həyətdən məhsul almaq çox əla bir hissdir. Yumurta olsun, belə bitkilərdən aldığımız, tərəvəzlərdən aldığımız belə məhsullar olsun, bizim üçün həqiqətən də qiymətləndiriləməz bir şeydir dostlar. Qiyməti yoxdur həqiqətən də. İndi inşallah burada biraz yer qalıb, onu da yəqin ki çıxardarıq. Müəyyən hissəsini də göstərəcəm sizə kartofun. Elə böyük bir məhsulumuz yoxdur, amma ən çox istifadə olunan
belə deyim, tərəvəzlərdən biridir kartof. Belə deyim, gündəlik yaşantımızda, gündəlik qidalanmamızda. Ona görə də məncə kartof həqiqətən də çörəklə bir Azərbaycanlı üçün çörəklə bərabər bir şeydir. Bilmirəm nə dərəcədə bu fikrim sizlər üçün doğrudur yoxsa yox. Mənim amma fikrimcə bu belədir. Burada da bəzi ağaclarımız var. Əncir, nar. Burada da bir əncirimiz var. Hətta burada bizim yeni ağaclarımız da var. Üzərində meyvə də olmalı idi hətta. Limonlar. Balaca limonlarımız var burada bizim. Görmüş olduğunuz kimi balaca limon meyvələrimiz var. Hətta burada da əkmişdik, bilmirəm onun üzərində var yoxsa yoxdur. Hətta burada da var dostlar. Yəqin ki görə bilirsiniz. Dostlar, videonu artıq burada bitirmək istəyirəm. Hər birinizə dərin təşəkkürümü bildirirəm. İnşallah yeni videolarda görüşərik. Özünüzü qoruyun. Allah'a emanet olun. Kanalımıza abunə olmağı da unutmayın. Artıq 50.000 abunə barajını, səddini keçmişəm. Bundan sonraki hədəfim inşallah 100.000'dir. 100.000'ə də çatmama mənə yardımcı dəstək olun. Görüşənə dək özünüzü qoruyun. Hələlik.